Xüsusən qadınlarımız üçün bir siqnal, bir təbil. Bax, bu sujetimiz PPF və papsimiya haqqında istəyirəm danışaq. Doktorum, xoş gördük sizi. Biz də sizə xoş gördük. Əsasən bu papsimiya, PPF haqqında qısa bir məlumat verin. Bütün xanımlarımız ittirməlidir. Bəzən biz xanımları ittirəndə sual verir ki, doktor, məndə nəsə var, nəsə şübhələndiniz? Yox, şübhələndi yox, mütləq papsimiya, PPF şübhələnmə yox, nəsə tarama bir analizidir. Hansı ki, papsimiya, PPF-in 25 yaş üzəri xanımların hamısından götürməliyik. PPF nədir? Qısa, PPF, yəni human papilloma virusunun 100-dən çox növü var, amma biz hansı ki, uşaqlıq boynu xərçəngi riski olan növləri var və bədəndə ziyilli yaradan növləri var. Ona görə də biz bunları əgər aşkarladıqsa, mütləq şəkildə papsimiya isə hansı ki, human papilloma virusun törətdiyi hüceyrə dəyişikliklərini göstərir. Hüceyrənin səthi qatının, orta qatının, hüceyrənin çox hissəsinin zədələnməsini göstərir. Ona görə deyirik cin 1, cin 2, yəni yüngül zədələnmələr, orta və ağır zədələnmələr. Ona görə bunların ikisi bir arada götürülür və bunu əsasən hansı addımlara atmalıyıq çox önəmlidir. Bəzən human papilloma virusunun bir çox müalicələr yazılır, amma human papilloma virusu sırf bir dərmanı yoxdur virusun. Bədən immuniteti çox buna önəmlidir. Bəzən immun sistemi öz-özünə də tənzimləyə bilirlər. Və pasientlər bəzən düşünürlər ki, bizə human papilloma virusun hər hansı bir uşaqlıq boyunluq xərçəngi törədə biləcək növü çıxıbsa, mütləq biz xərçəngi. Xeyr, mütləq xərçəng demək deyil. Sadəcə illər sonra çevirmə ehtimal bilər. Ona görə biz bunları etməkdə məqsədimiz odur ki, xərçəngin qarşısını alırıq. Demək, xanımlar, PPF və papsimiya testi xərçəng önləyici testlərdir. Bəli. Yəni, vaxtında aşkar olunursa, o etaba gəlib çıxmayacaq xərçəngin. Yəni, dünya çapında ümumiyyətlə uşaqlıq boyunluq xərçəngi azalırdı. Ona görə də vaxtında bu analizləri mütləq eləməyi tövsiyə edirəm. Müddətdən bir verilir? Müddətdən bir, papsimiya 3 ildən birdir. Əgər normal çıxarsa 3 ildən birdir. Qiyməti də yəni o qədər bahalı bir test deyil. Human papilloma virusu 5 ildən birdir müddətində etmək. Bir analizi ki, siz 3 ildən bir, 5 ildən bir, yəni çox cüzi bir miqdarda məbləğlə analiz etdirib, tam əmin olacaqsınız ki, siz uşaqlıq boynu xərçəngindən azadsınız. Yəni bunu edin xanımlar. Hər biriniz gözəl olun, xoşbəxt olun. Xanımlara çox tövsiyə edirəm, həm bu analizləri etsinlər, vaxtı-vaxtında bir də müayinələri düzgün, doğru şəkildə etsinlər. Yəni təkcə mən ultrasəs müayinəyə gedib, hər şey qaydasındadır deməsinlər. Yəni normal ginekoloji müayinələrdən keçməlidirlər. Çox tövsiyə edirəm. Xanımlarımızda da sağlamlıq arzu edirəm.